Bilirsiniz mən necədir? Mən də özüm Təbrizdəyəm, Hirsçi ailəsinin bəlkədən ailələrdən. Axı bilirsən mən Həmid Hirsçi kimi İranda heç kiməm. Ancaq sən müəyyən bir nəslin nümayəndəsi, özü də Çi sonluğu ilə başlayan, çünki Çi bax təxtrəvançılar var, indi şəkərçilər var, mərədçilər, maskovçilər, belə deyil. Yəni hakimiyyət qurucu bunlar kimlərdir? Bunlar ailələr. 19-cu əsrdə Qacar dövründə pasport almış və pasportlarını, familiyalarını türkcə göstərmiş. Avropaya, Rusiyaya gedib alver edən dəstələr, bunlar 200-300 nəfər bir ailədir. Bunlar hakimiyyətə gəlirlər. Hakimiyyətdə var, biri də Hirsçi ailəsidir. Mən ona görə orada müəyyən qədər bir toxunulmazlıq statusum olub. Mənim əmim, böyük əmim İbrahim Hirsçi İranın ilk milli qəhrəmanıdır. Frans Hərbi Dəniz Akademiyasını 32-38-ci illərdə bitirib, İran Xürrəmşəhr bazasını tikib və 41-ci ildə ingilislərlə döyüşlərdə qəhrəmanlıqla həlak olaraq İranda ilk milli qəhrəmandır. Buna görə biz neysə İranda oturub bəzi sözlər deyə bilirik, bizə toxuna bilmirlər.